bütün yaxşılıqlar Allahdan, bütün pisliklər isə özündəndir, deyə buyurur. Bu və bunun kimi digər ayə və hadisələr onun göstəricisidir ki, Allah yaxşılıqları etməkdə bizə yardım edir. Biz əgər bir yaxşı işi görmək haqqında düşünürüksə, Allah artıq o işi etməyimiz üçün bizə yollar açmağa başlayır. Həmçinin pis bir iş görməyə qərar verdikdə də nisbətən bizi yolumuzdan çəkindirməyə çalışır. Amma birbaşa bizim qolumuzdan tutub bu işdən çəkindirmir. Belə olsa həyatın mənası da olmazdı. Belə olduğu halda da pislik etməkdə israr etdiyimizdə artıq bu bizim azad iradəmiz nəticəsində baş verir. Azad iradəli olmaq dünya üçün böyük üstünlük deyil. Bəli, axirətdə bizi digər dünya canlılarından fərqləndirərək dolayı yolla cənnətə getməyimizə səbəb olacaq. Lakin dünyada azad şəkildə hərəkət etdiyini düşünmək, yəni hər günaha rahatlıqla gedə bilmək və bundan çəkinməyə çalışmaq hər saniyə bizi düşündürməlidir.